Salam, hər vaxtınız xeyir. Bəzi 11-ci sinif şagirdləri var ki, onlar Bakı şəhəri, yaxud Sumqayıt şəhəri və Abşeron rayonunda yaşasalar da, onların adları hansısa rayon məktəbində gedir və 11-ci sinif buraxılış imtahanı və 1-ci cəhd blok imtahanı həmin məktəbin yerləşdiyi rayona görə yəni təyin edilmişdi. Yəni həmin şagirdlər rayonda imtahan vermişdir. Amma indi onlar bildirir ki, biz 2-ci cəhd blok imtahanını Bakı şəhərində yaxud bizim faktiki yaşadığımız şəhər, rayon üzrə imtahanı verə bilərik. Bəli, bu mümkündür. Bunun üçün siz şəxsi kabinetinizdə yaşayış yerinizi dəyişməlisiniz. İndi sizə onu göstərim ki, bu hansı şəkildə həyata keçirilir. İlk öncə abituriyent Google axtarış sistemində Dimqovaz yazır və ekrana çıxan birinci Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi olan Dimqovaz. Bura daxil oluruq. Və görürsünüz, burada artıq bizim saytımız, yəni axtarış yerinə birbaşa ilə yaza bilərsiniz və yaxud da Dimqovaz. Bura daxil oluruq. Və burada görürsünüz 3 xətt var. Bu 3 xəttin üzərindən vurursunuz. Təbii ki, siz bunu həm telefonla, həm də ki, planşet yaxud kompüterlə edə bilərsiniz. Telefonla rahat şəkildə etmək mümkündür. Və burada görürsünüz 3 xətt var. 3 xəttin üzərindən vururuq. Və burada görürsünüz yazılıb şəxsi kabinet. Şəxsi kabinet yazısının üzərindən vuraq. Və burada giriş hissəsi var. Giriş hissəsinin üzərindən vururuq. Və burada bizdən fin kod soruşur. İndi mən sizə göstərim ki, köhnə və yeni vəsiqədə fin kod nədir və harda olur. Köhnə vəsiqələrdə fin kod burada görürsünüz işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində fin kod burada işarələnmiş identifikasiya nömrəsi, yəni 7 rəqəmli simvoldur. İndi biz müvafiq məlumatları uyğun xanaya yazaq. Və indi biz burada fin kod yazısı var. Bura biz 7 rəqəmli fin kodumuzu yazaq. Və fin kodumuzu yazdıqdan sonra bura görürsünüz davam et düyməsi var. Davam et düyməsini sıxırıq. Və burada bizdən parol soruşur. Parol biz şəxsi kabinetə yaradan zaman təyin etdiyimiz paroldur. İndi həmin parolumuzu bura yazaq. Və parol yazandan sonra daxil düyməsini sıxırıq. Və görürsünüz, ekranda artıq biz şəxsi kabinetimizə daxil olmuşuq və şəxsi kabinetdə burada görürsünüz, yuxarıda var şəxsi məlumatları, əlaqə məlumatları, parol dəyiş və biz burada əlaqə məlumatları olan xana var. Onun üzərindən vururuq. Görürsünüz, əlaqə məlumatları onun üzərindən vuraq. Və əlaqə məlumatları xanasını vuranda bizim faktiki yaşadığımız ünvan çıxır və biz burada faktiki yaşadığımız məntəqə Abşeron rayonu. Bunun üzərindən vururuq və hal-hazırda harda yaşayırsınızsa, məsələn, onu seçim edə bilərsiniz. Görürsünüz, bu yazının üzərindən vuraq. Və ekranda bizə burada rayon və şəhərlərimiz çıxır. Və indi biz məsəl üçün Bakı şəhəri Binəqədi rayonu seçirik. Və bundan sonra burada yadda sal düyməsi var. Yadda sal düyməsini vururuq. Və görürsünüz artıq əlaqə məlumatları yadda saxlandı. Bağlı xanasını sıxırıq. Yəni bizim artıq yaşayış yerimiz tutaq ki Binəqədi rayonu oldu və biz artıq yaşayış yerimizə uyğun olaraq 2-ci cəhd blok imtahanı iştirak edəcəyik. Təbii ki, məsələsiz ola bilər. Tutaq ki, Ağzabəddə yaşayırsınız və indi 1-ci cəhd blok imtahanından sonra 2-ci cəhd blok imtahanı Bakıda vermək istəyirsiniz, yaşayış yeriniz Bakı edirsiniz və bundan sonra artıq siz Dövlət İmtahan Mərkəzi tərəfindən sizə təyin olunmuş imtahan yerində iştirak edəcəksiniz. Yəni siz də bu şəkildə artıq yaşayış yerinizi dəyişəndən sonra 2-ci cəhd blok imtahanının qeydiyyatını həyata keçirə bilərsiniz. Və siz YouTube sosial şəbəkəsində Vüsət Azov yazaraq bura daxil ola bilərsiniz və mən burada 2-ci cəhd blok imtahanı üçün qeyddən keçməyi göstərmişəm. Elə görürsünüz, burada 2-ci cəhd blok imtahanına qeydiyyat. Bunun üzərindən vurursunuz. Salam, hər vaxt. Və burada artıq mən qeyddən keçmək lazım olduğunu göstərmişəm ki, hansı şəkildə qeyddən keçmək lazım. Siz bu videoda baxaraq qeydiyyatınızı həyata keçirə bilərsiniz. 2-ci cəhd blok imtahanında iştirak edəcək bütün abituriyentlərə uğurlar arzu edirəm.